şəhidliyi yenə də ziyarətçilərin üst tutuğu ünvana çevrilmişdi. Bugün Türk dünyasının, qardaş Türkiyənin taleyində çox önemli bir gündür. 110 il önce Çanakkale'da Türk ordusu, Osmanlı ordusu yad ellilere karşı büyük bir direniş gösterdi ve zaferin əsasını koydu. 18 Mart 1915 ildə Çanakkale'de kazanılan uğur Türkiye'nin sonraki taleyinde çok önemli rol oynadı ve ona karşı Birleşmiş Koalisiyanın məğlubiyyətiyle nəticələndi. Münasibətlə Bakıdakı Türk şəhidliyi ve Şəhidlər Xiyabanı ziyaret edildi az önce. Qərənfillər düzülüb Azərbaycanın Bakının işğaldan azad olunmasında qəhrəmanlıqla şəhid olan igidlərimizin anıtının qarşısına Manat abidəsində diqqət edin. Türk şəhidi adsız və Mehmet oğlu Erosman kimi adlı şəhidlər olduğu kimi adsız şəhidlərin də xatirəsi sayaq yad edilir. Hər birisinə sayğı ilə ehtiramımızı bildiririk. Azərbaycan oğulları da Çanakkale'nin işğaldan azad olunmasında və Türk'ün böyük səfərində qanlarıyla, canlarıyla iştirak ettiler ve Çanakkale'nin ziyaretimiz zamanı Azərbaycan şəhidlərin də adına biz həmin ünvanda xatirə abidəsinin qurulduğunun şahidi olduq. Hətta Azərbaycan və Türkiyənin dostluq parkı da salınıb. Azərbaycan və Türkiyə qardaşlığı ağır sınaqlardan keçib qəhrəmanlarımızın qanı ilə bu qardaşlığa möhrü vurulub zaman zaman. Nə gözəl ki, şəhidlərimizin ruhu şaddır. Azərbaycan və Türkiyə torpaqları azaddır. İnşallah ayrılığımıza səbəb olan Zəngəzur dəhlizinin açılmasıyla, Turan qapısının açılmasıyla şəhidlərimizin ruhu bir daha şad olacaq. Həm Çanakkale şəhidlərinin, həm Bakıda, Şamaxıda, Qubada, digər bölgələrdə şəhid olmuş oğullarımızın, həm də Qarabağ şəhidlərimizin suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqla şəhadətə qovuşmuş oğullarımızın Allah rəhmət eləsin, ruhları şad, məqamları daim uca olsun.